Da bizi gözleyen hüquqşünas Elşad İsayevdir. Sizə salamlayıram Elşad bəy. Mən də sizi salamlayıram. Elşad bəy, elə sizlə başlayaq bu məsələyə. Çünki bunun daha çox biraz da hüquqi tərəfləri var. Yəni problemin hüquqi və praktik tərəflərini sizdən öyrənək. Nədən ibarətdir? Yəni qanunvericilik bizə nə deyir? Neçə gün vətəndaş gecikdirə bilər? Çox təəssüflər olsun ki, bunlarla bağlı artıq uzun müddət davam edir. Bununla bağlı müəyyən dövlət proqramları olsa da, dövlət tərəfindən müəyyən layihələr işlənilib hazırlansa da, MTK ilə vətəndaş arasında olan problemlər bu gün də davam edir, özü çox kəskin və ciddi formada özünü təzahür edir. Bu kimi problemlərə bir evin bir neçə nəfərə satılması, satılmış evin kvadratının müqavilə ilə üst-üstə düşməməsi, komendant pulun yığılması və s. və ilaxır kifayət qədər deməli, səsləndirmək olar. Lakin bizim bugünkü mövzumuz bu olmadığına görə mən birbaşa mətləbə keçmək istəyirəm. Ən böyük problem yaradan məsələlərdən biri də MTK-larla vətəndaş arasında bağlanmış daxili kreditlər, kredit müqavilələridir və bugün Respublikada daşınmaz əmlakın əldə olunmasının əsasən 3 forması deməli fərqləndirilir. Bunlardan birincisi nəqd satışdır ki, vətəndaş nəqd şəkildə pulunu verir, MTK-dan ev alır, maliyyə araç təqdim edir və s. və ilaxır. İkinci məsələ ipoteka kreditləridir. İpoteka kreditləri də öz-özlüyündə iki yerə bölünür. Bunlardan biri güzəştlik ipotekaları ki, hansı ki, hal-hazırda deməli, çox önəmli bir məsələdir və gündəmdə olan bir məsələdir. Digər isə adi ipotekalar. Güzəştlik ipotekalar, o da çox təəssüf buraxılığından ibarətdir ki, əhalinin ancaq müəyyən qismlərinə verilir. Yəni, onlar qanunla məzun olmuş şəxslərdir və ayrı-ayrı kriteriyalara cavab verən şəxslərdir. Yəni, deməkdə məqsədim odur ki, vətəndaşların mütləq əksəriyyəti eyni zamanda güzəştli ipotekalardan da yararlana bilmir və nəticə etibarilə məcbur qalaraq MTK-ların təklif etdiyi daxili kreditlərə getməyə məcbur olurlar. Ancaq bütün problemlər də bundan sonra başlayır. Belə ki, MTK-ların təklif etdiyi kreditlərlə bağlı müqaviləni tərtib edən subyekt MTK özü olduğuna görə müqavilənin şərtlərinlə bağlı, yazılma formasından bağlı və s. məsələlərdə bir mənalı şəkildə MTK ancaq öz mənafeyini güdür və tərtib olunmuş müqavilələr də MTK-nın mənafeylərinə xidmət edir. Burada yaranan problem səbəbi ondan ibarətdir ki, vətəndaşla mənzil tikinti kooperativi arasında müqavilə bağlanarkən vətəndaş, yəni bu mənada alıcı, müqavilənin şərtləri ilə tanış olmur. Müqavilənin şərtləri ilə tanış olmur, orada olan müddəalarla bağlı öz fikirlərini bildirmək hüququndan da məhrum olur. Çünki hər haberlər, dəyişiklərin edilməsindən bağlı gərək adam müqavilə şərtlərini dərindən oxusun və bilsin ki, burada söhbət nədən gedir, gələcəkdə bunun öhdəlikləri nədir, gələcəkdə üzərinə düşən hüquqlar, vəzifələr nədən ibarətdir. Çox təəssüflər olsun ki, bu hallara vətəndaş önəm vermir və nəticə etibarilə MTK-nın sözün əsl mənasında bir tərəfli qaydada deməli, hazırladığı müqavilə qüvvədə olur. Bu kimi məsələlərin əsasını mülki məcəlləyə uyğun olaraq öhdəlik hüququ müəyyən edir. Öhdəlik hüququnda isə bugün mülki məcəlləmizə uyğun olaraq tərəflərin müqavilə azadlığı prinsipi var. Yəni, qanunla qalğan olmamış istənilən müqaviləni bağlamaqda tərəflər sərbəstdirlər. Lakin bu sərbəstlik deməyə əsas vermir ki, MTK tərəf, bir tərəf bütün öz şərtlərini, qanuna nəzərdə tutulmuş və tutulmamış diktələrini